Salam dostlar, hər vaxtınız xeyir. Ümidvaram hər biriniz yaxşısınız. İndidən hər birinizə xoş izləmələr və xoş dinləmələr. Test izahı olaraq bugün həqiqətlər bölməsinin son hissəsi olan ədədin tam və kəsr hissəsi, ədədin standart şəklinin testlərinə baxacağıq, testlərin izahına baxacağıq. Bu dəfə videonu biraz fərqli formatda sizin üçün çəkib, əvvəlcə bir qədər dərs izahını verməyə çalışacağım. Çünki ədədin tam və kəsr hissəsi standart şəklinin bəzi qaydaları var, əsas hissələri var, onları deyəcəm. Daha sonra isə dediyim qaydaları suallara tətbiq edərək daha da möhkəmləndirəcəyik. Dediyim kimi yenə hər birinizə yenidən xoş izləmələr və xoş dinləmələr. Kanalıma abunə olmağı, yorum yazmağı, ətrafınızla paylaşmağı unutmayın ki, hər kəsə faydalı olsun. Deməli, başlayaq əvvəlcə bir qədər dərs izahını verim. Ümumiyyətlə, ədədin tam hissəsi nədir, kəsr hissəsi nədir, ədədin standart şəkli nədir? Tam hissə və kəsr hissə anlayışı onluq ədədlərə aiddir, onluq kəsirlərə aiddir. Məsələn, 1,3 ədədi yazmışıq, düzdür? 1,3 bir onluq kəsirdir. Bizə sual verilir ki, bu ədədin tam hissəsini və kəsr hissəsini deyin. Baxın, ədəd oxu üzərində 1,3 1 və 2-nin arasında yerləşir. Təqribən burada yerləşir, düzdürmü? 1,3 burada yerləşir. Baxın, bu ədəd müsbət ədəd olduğuna görə, 1,3 müsbət ədəd olduğuna görə onun tam hissəsi, baxın, oxunuşa baxın, 1,3. 1 tam hissəmiz 1-dir. Kəsir hissəni tapmaq üçün isə həmişə ədədin özündən, ədədin tam hissəsini çıxırıq. Baxın, qayda olaraq qeyd eləyin özünüz üçün. Kəsir hissə bərabərdir. Ədədin özü çıxılsın tam hissə. Tam hissə. Baxın, ədədin özü nədir? Ədədin özü 1,3, düzdürmü? 1,3 çıxılsın. Tam hissəmiz neçə oldu? 1. Bərabərdir 0,3. Deyirik ki, bu ədədin kəsr hissəsi də nədir? 0,3-dür. Mənfi ədədlərdə isə bir qədər fərqli olur. Tutalım ki, mənfi 7,2 ədədi verilib. Mənfi 7,2 ədədin ədəd oxu üzərində göstərək. Mənfi 7, mənfi 8. Təqribən burada yerləşir də mənfi 7,2, düzdürmü? Mənfi 7,2 ədədinin tam hissəsi mənfi 8-dir. Mənfi ədədlərin tam hissəsini ondan sonra gələn ədəd kimi götürürük. Ondan əvvəl gələn ədəd kimi götürürük. Əslində, mənfi 7,2 mənfi 8-dən nədir? Böyükdür. Ona görə də kiçiyi götürməliyik. Tam hissə kiçiyi olmalıdır. Mənfi 8. Deyirik ki, tam hissəmiz mənfi 8-dir. Kəsir hissəni tapanda, yenə ədədin özü hansıdır? Mənfi 7,2-dir. Düzdürmü? Mənfi 7,2. Çıxırıq tam hissəmizi mənfi 8-i. Bu mənfiyə deyəcək müsbət olacaq. Mənfi 7,2 toplansın 8. 8-in 7,2 çıxanda da 0,8. Deməli, bizim tam kəsir hissəmiz oldu 0,8. Yadınızda saxlayırsınız ki, qeyd kimi buraya yazıram, qeyd kimi. Kəsir hissə mənfi olmur. Kəsir hissə hər zaman böyükdür 0-dan. Kəsir hissə heç bir zaman mənfi qiymət ala bilməz. Həmişə müsbət qiymət alır. Bu, adi bildiyimiz onluq kəsirlərin üzərində olan kəsir hissə tam hissənin tapılmasıdır. Kök ədədlərdə burada suallar var, səhv eləmirəm. Bəli, 8-9 suallar üzərində kök ədədlərdə tam və kəsr hissəsini izah eləyəcəm. Tam və kəsr hissənin tapılması, bir dənə yadınızda saxlayırsınız ki, baxın, bircə dənə bu qaydaya əsaslanır. Tam və kəsr hissənin tapılması, baxın, bu qaydaya əsaslanır. Əgər siz bu qaydanı bilsəz, kəsir hissə bərabərdir, ədəd çıxılsın tam hissə. Baxın, bu qaydanı bilsəz, deməli, sizin qarşınızda heç bir əngəl yoxdur. Hər hansı bir ədədin tam hissəsini tapmaqda və kəsir hissəsini tapmaqda heç bir əngəl yoxdur. Rahatçılıqla tapa bilərsiniz. İndi isə gəlirəm ədədin standart şəklinə. Bəs ədədin standart şəkli nədir? Baxın, bəzən bizə bu formada ədədlər yazırlar. Tutalım ki, 729 və yaxud da belə yazıram, 72,9 arxasıca nə bilim, vurusun 10 üstü, tutalım ki, 7 yazılıb. Bu formada yazılıb. Və yaxud da belə də yaza bilərik. Sıfırlar yazılıb və deyir ki, burada nə bir 10 dənə sıfır var. 10 dənə sıfır var. Hələ birincini saxlayaq. Deyir ki, bu ədədi standart şəkildə yazın.
Baxın, əslində bu çox uzun bir ədəddir də, düzdürmü? Biz bu ədədi qısa şəkildə yazmalıyıq. Standart şəkil qısa şəkil deməkdir. Ümumiyyətlə, yadınızda saxlayırsınız, riyaziyyat heç bir zaman uzun yazılışı sevmir. Riyaziyyat hər zaman qısa yazılışların tərəfdarıdır. Məhz standart şəkildə bizə verilmiş böyük ədədlərin kiçildilmiş formada yazılmasıdır. Kiçildilmiş forma deyəndə mən yəni nəzərdə tuturam ki, elə bilin ki, dəftərimizdə daha az yer tutacaq. 729 və sıfırlar var arxasında və bu sıfırların sayı 10 dənədir. Baxın, ədədi standart şəkildə yazmaq, onu bu şəkildə yazmaqdır. A vurulsun 10 üstü n formasında yazmaqdır. Baxın, buradakı bu A-ya biz qiymətli hissə deyirik. Qiymətli hissə. Qiymətli hissə. Və qiymətli hissə 1 ilə 10 arasında yerləşir. 1-i ala bilər, amma 10-u ala bilməz. N tərtib adlanır. Tərtib. Və n daxildir tam ədədlərə. Yəni, n müsbət qiymət də ala bilər, mənfi qiymət də ala bilər. Mənfi 5 ola bilər, 3 ola bilər, 2 ola bilər, 7 ola bilər, mənfi 7 ola bilər, nə bilim, mənfi 40 ola bilər, mənfi 100 ola bilər, fərqi yoxdur. Tam ədədlərdən götürülmüş bir ədəd olmalıdır, tərtibdir. Deməli, mən birinci, baxın, bu 729 ədədini belə yaza bilərəm də. 729 vurulsun, onun üstündə 10 dənədir də. Lap sizə açıq olsun, bura 9 yazıram. 9 dənə 0 tutalım ki var. 10 üstü 9 kimi yazdım. Axı, mən deyirəm ki, bu 729 qiymətli hissə sayıdır. Axı, qiymətli hissənin üzərinə şərt qoyulur. Belə bir şərt qoyulur qiymətli hissənin üzərinə. 1 və 10 arasında yerləşməlidir. Deməli, mən bu 729-da vergül buradadır da, düzdür. Vergülü 2 vahid sola çəkirəm. Yəni, yazıram 7,29. 2 vahid sola çəkmək 10 üstü 2-yə vurmaq deməkdir, düzdür. Çünki 10 üstü 2-yə vursam, vergül 2 vahid sağa gələcək. Vurulsun 10 üstü 9 bərabərdir 7,29 vurulsun 10 üstü 11. Baxın, qiymətli hissəmiz bu şərti ödədi. 10 üstü 11 də bizim tərtibimizdir. Deməli, biz vergülü sağa çəkəndə üstü müsbət olan bir ədədə vururuq. Onun üstü müsbət tərtibə vururuq. Amma bir dənə belə bir misala baxaq. 0,000 və s. 0 tutam ki 23. Burada da olsun... Burada da olsun nəmi? 7 dənə 0. Baxın, vergülü burada hara çəkəcəyik? Sağa doğru çəkəcəyik. Vergül sağa doğru çəkiləndə belə yaza bilərik də 23 vurulsun 10 üstü 7 dənədir. Mənfi 7 yazacağıq. Vergül sağa çəkiləndə tərtibin üzəri mənfi olur. Bunu yadınızda saxlayın. Vergülü sola çəkəndə tərtibin üzəri müsbət olur. Çünki müsbət bir ədədə vuranda vergül sağa çəkiləcək. Amma rəqəm kiçildikcə onu bölürük deyə kiçilir də. Deməli, tərtibin üstü mənfi olur. Amma mən qiymətli hissəyə baxıram ki, qiymətli hissə 23-dür və 23 mənim üçün bax bu şərti ödəmir. O şərt ödəmədiyinə görə bir vahid rəqəmi hara çəkirəm? Sola doğru çəkirəm. 2,3 vurulsun 10 deməkdir. Bu düzdür, vurulsun 10 üstü mənfi 7. Bərabərdir 2,3 vurulsun 10 üstü. Bu 1-dir, mənfi 6 formasında yaza bilərəm. Belə, dərs izahında əsas hissələr bunlar idi. Testin izahına da keçəndə hər birini yenə də dərinliyinə qədər verməyə çalışacağım ki, dərsin daha yaxşı başa düşəsiniz. Deməli, başlayaq birinci sualdan. Ədədinin kəsr hissəsini tapın. Tapaq. Deməli, 2,4/3 çıxılsın 0,5. 4/3 0,75 deməkdir. Açıqlamasını belə deyirəm sizə. 4/3. 4-ü 100-ə gətirmək üçün 25-ə vurmalıyam bu kəsiri. %75. Baxın, bu formada olur. Və yaxud da kənarda 3-ü 4-ə bölə bilərsiniz. Deməli, 2,75 çıxılsın 0,5 bərabərdir. Baxın, 0,5 bu formada yazılacaq. Düzdür? 2,25. 2,25 ədədin kəsr hissəsini istəyir. 2 tam bizim tam hissəmizdir. Kəsr hissəni tapanda 2,25, yəni ədədin özündən çıxırıq tam hissəni 2-ni.
Yerdə qalır 0,25. 0,25. Baxın, nə deyirəmsə onu da yazıram. %25. 25-i ixtisar aparıram 4də 1. Yəni A variantı. Keçirik ikinci suala. Oxşar sualdır yenə. 2 tam 2də 1 toplansın 0,75. 2də 1 mənə 0,5 verir. Yəni 2,5 toplansın 0,75. Baxın 2,5'i burada yazsam 5, 2 1 yadda 3. 3,25. 3,25'in tam hissəsi nədir? 3. Yəni D variantı. Ədədin standart şəklini göstərin. Standart şəkildə baxın. Verilib 37,3 vurulsun 10 üstü -4. Düzdürmü? 37,3 mənim qiymətli hissəmdir. Qiymətli hissə 10 ilə 1-in arası, 1 ilə 10 arasında yerləşmir. Deməli, mən vergülü bir vahid sola çəkməliyim. Yəni 37 tam, üzr istəyirəm, 3,73 vurulsun 10, vurulsun 10 üstü -4 olacaq. Bu da 3,73 vurulsun 10 üstü. Bu 1-dir də. 1-dən 4-ə çıxanda eləyəcək -3. Əsaslar eyni olanda vurulanda qüvvət üsləri toplanılır. 3,73 vurulsun 10 üstü -3, yəni C variantı. Daha sonra 4-cü sual. Ədədləri arasında aşağıdakı münasibətlərdən hansı doğrudur? Təklif eləyirəm ki, bu tipli misalları müqayisə eləyərkən tərtibləri bərabərləşdirək. Birində 10 üstü 8-dir, birində 10 üstü 9-dur. Deməli, 3,7 vurulsun 10 üstü 9-u mən belə yaza bilərəm. 3,7 vurulsun 10, vurulsun 10 üstü 8. Bu 10'u gətirib 3,7'ye vursam, olacaq 37 vurulsun 10 üstü 8. Baxın, bu məndə A oldu. Bu A'dır. B'nin qiyməti isə 7,4 vurulsun 10 üstü 8. Tərtiblər onsuz da eyni. Tərtiblərlə işim yoxdur. 37 ilə 7,4'ü müqayisə eləyəndə 37 7,4'dən nədir? Böyükdür. Ona görə də A B'dən böyük sayılır. Yəni B variantı. Daha sonra 5-ci sual. Yenə oxşar sualdır. 4,9 vurulsun 10 üstü 8'dir. 10 üstü 7 formasında yazmaq istəyirəm. Onda yazaram 4,9 vurulsun 10 vurulsun 10 üstü 7. 10 üstü 8'i parçalayıram. Deməli, bu olacaq 49 vurulsun 10 üstü 7. Bu 49 oldu. Bu 9,8 oldu. Ona görə də A B'dən nə olur? Böyük olur. Yəni B variantı. 6-cı sual. Belə bir ədəd verilib, standart şəkildə göstərməyimizi tələb edir. Deməli, biz vergülü bura qədər gətirməliyik ki, qiymətli hissəmiz 3,77 olsun. Vurulsun 10 üstü. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 3,77 vurulsun 10 üstü 10. Yəni B variantı. Eyni şəkildə yenə vergülü gətirəcəyik ki, bura qiymətli hissə 1 ilə 10 arasında yerləşsin. Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 9,19 vurulsun 10 üstü 8 E variantı. Baxırıq 8-ci suala. Ədədinin kəsir hissəsini tapın. Dediyim kimi kəsir hissənin tapılması ədəd çıxılsın tam hissəyə bərabərdir. Deməli, mənə lazım olan kökdə 28 çıxılsın 8 ədədinin tam hissəsini tapmaqdır. Kökdə 28. Kökdə 28-dən kökdən təqribən 5 tam neçəsə çıxır. Və bu 5 tam neçəsi olan ədəddən 8-i çıxanda təqribən qalır 2 tam neçəsə. Mənfi 2 tam neçəsi. Mənfi 2 tam neçəsi olan bir ədədin tam hissəsi mənə mənfi 3 verir. Niyə? Biz dedik ki, ədəd oxunda mənfi 2 tam neçəsədən solda yerləşən ədəd onun tam hissəsidir. Bu da mənfi 3'dür. Deməli, tam hissəni tapmışam mənfi 3. Bitdi. Mənə lazım olan hissəni tapmışam artıq. Kəsir hissəni tapanda ədədim kökdə 28 çıxılsın 8'dir. Bundan çıxıram mənfi 3'ü. Bərabər. Kökdə 28 çıxılsın 8 toplansın 3. Kökdə 28 çıxılsın 5, yəni A variantı. 9-cu sual. Oxşar sualdır. Yenə tam hissəni tapmalıyam.
Tam hissəni tapmaq üçün 9 minus kökdə 29. Baxın, kökdə 29-dan təqribən yenə 5 tam neçəsə çıxır. Mən 9-dan çıxıram, bu 5 tam neçəsi olan ədədir. Buradan cavabı alıram, deməli 3 tam neçəsə. Düzdür, 3 tam neçəsə alınır. Burada mənim tam hissəm olur 3. Ədədim 9 çıxılsın kökdə 29-dur. Tam hissəm də 3-də çıxıram ondan, olur 6 çıxılsın kökdə 29. Yəni B variantı. Daha sonra 10-cu sual. 10-cu sual. Kök altında 19 çıxılsın 10'un bu dəfə kəsir hissəsini deyir. Kök altında 19 çıxılsın 10. Deməli, kök altında 19-dan təqribən 4 tam neçəsə çıxır. Bərabərdir. 4 tam neçəsi olan bir ədəddən 10'u çıxanda təqribi cavabımız təqribən mənfi 5 tam neçəsə qalır. Çünki 4 ondan kiçikdir, kiçikdən böyük çıxanda mənfi 5 tam alınır. Onda bizim tam hissəmiz olur mənfi 6. Mənfi 5 tam neçəsə bir olan ədədin tam hissəsi mənfi 6-dır. Mən kəsir hissəni tapanda ədədim kökdə 19 çıxılsın 10'dur. Bundan da çıxıram mənfi 6-nı. Bərabərdir. Kökdə 19 çıxılsın 10 toplansın 6 bərabərdir. Kökdə 19 toplansın çıxılsın 4. Yəni D variantı. 11-ci sual. Ədədinin kəsir hissəsini tapın. Kökdə 17 çıxılsın 9. Baxın, kökdə 17 ədədindən təqribən 4 tam neçəsə çıxır. Təqribən 4 tam neçəsi olan bir ədəddən 9'u çıxanda deməli qalır 3 tam neçəsə. 3 tam neçəsə, amma mənfisi ilə. Çünki mənfi 9 böyükdür və onun qarşısındakı işarə mənfidir. 4 tam neçəsə, 4 tam neçəsə. Deməli, kökdə 17 çıxılsın 9 və çıxılsın tam hissəmdir. Bunun tam hissəsi də mənfi 5'dir. Deməli, mənfi 4 tam neçəsi olan bir ədədin tam hissəsi mənfi 5'dir. Gətirirəm, burada çıxılsın mənfi 5'i də yerinə yazıram. Bərabərdir. Kökdə 17 çıxılsın 9 toplama 5 bərabərdir. Kökdə 17 çıxılsın 4. Yəni E variantı. 12-ci sual. Standart şəkildə verilmiş ədədlərdə M-in neçə natural qiymətində AB hasilinin tərtibi 8'dir. Baxın, standart şəkildə veriliblər. AB hasilini istəyir mənə. AB hasili bərabərdir. M vurulsun 10 üstü mənfi 16, vurulsun 2 tam 16, vurulsun 10 üstü 23. Bərabərdir. M-i vuracağıq 2 tam 16'ya, üstləri də bir-birinə vuranda toplanacaq. 23'dən 16 çıxanda 7 deyir. Axı, mənə tərtib deyir ki, 8'ə bərabər olsun. Tərtibi 8'ə bərabər eləmək üçün bu 2 tam 16'nı ilə bir ədədə vurmalıyam ki, vergüldən sonra bir dənə də rəqəm sola çəkə bilim. Mən bilirəm ki, M vurulsun 2 tam 16 yerləşməlidir 1 ilə onun arasında. Seçmə üsulu yoxlaya bilərəm. Mən əgər M-ə 1 versəm, 1'i 2 tam 16'ya vuranda olacaq 2 tam 16 vurulsun 10 üstü 7. Tərtibim 10 üstü 8 olmur. Yəni bu şərt ödənmir. Deməli, M-imiz 1 deyil. M bərabər 2'ni yoxlasam, onda 2 tam 16'nı 2'yə vuranda 5 tam 2 olacaq. Yenə 5 tam 2 vurulsun 10 üstü 7 olur. Yenə də tərtibi 10 üstü 8 olmur. M bərabər 3 yoxlasam, 2 tam 16'nı 3'ə vuranda 3 6 18, 3 2 7, 3 6 18, 3 2 6, 7 tam 8 vurulsun 10 üstü 7 olur. Yenə də tərtibim 8 olmur. M bərabər 4'ü yoxlasam, 4'ü 2 tam 16'ya vuranda 4 6 24, 2 ya da 4 2'nin 8 10, 10 tam 14 vurulsun 10 üstü 7. Aha, baxın, burada vergül mən bir vahid sola çəkəcəm deyə 10 üstü 7 vurulsun 10 olacaq. 1 tam %4 vurulsun 10 üstü 8 olacaq. Deməli, M bərabər 4 qiymətindən artıq tərtibimiz 8'ə doğru gedir. Bir də M bərabərdir sonuncu 9'u yoxlayaq.
9'a vuranda 2,6-nı 9 6'nın 54, 5 ya da 9 2'nin 18, o da 5 23. Bəli, ödəyəcək. Bir vaat çəkəndə ödənir. Deməli 4 5 6 7 8 9 qiymət. Yəni 1 2 3 4 5 6 dənə qiymətində ödənəcək A variantı. 13-cü sual. Ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Deməli, kökdə 15 çıxılsın 2 kökdə 3 ədədinin kəsr hissəsini istəyir. Kəsr hissəni tapanda nə edəcəm? Ədədin özündən tam hissəni çıxmalıyam. Tam hissəni tapmaq üçün bu ədədi biraz sadələşdirirəm. Kökdə 15 çıxılsın kökdə 2, 2-nin 4, 4 üçün 12, kökdə 12 yazıram. Kökdə 15-dən təqribən kökdə 3 tam neçəsə çıxır? Kökdə 12-dən də kök altında təqribən 3 tam neçəsə çıxır. 3 tam neçəsə olan bir ədəddən 3 tam neçəsə olan bir ədədə çıxanda 0 tam neçəsə alınır. Tam hissəm nə olur? Tam hissəm olur 0. Tam hissə oldu 0. Yəni mən kökdə 15 çıxılsın 2 kökdə 3 ədədinin kəsr hissəsini tapanda elə ədədin özü alınacaq. Kökdə 15 çıxılsın 2 kökdə 3 mənim oldu kəsr hissəm. Kəsr hissə. Ədədin əksi isə onun mənfisidir. Yəni mənfi kökdə 15 çıxılsın 2 kökdə 3'dür. Bu da 2 kökdə 3 toplansın 15 eləyir. Bu ədədlərin hasilini istəyir. Deməli 15 kökdə 15. Kökdə 15 üzr istəyirəm. Burada 15'in qarşısında mənfi dayanır. Deməli kökdə 15 çıxılsın 2 kökdə 3 vurulsun. Gəlin belə eləyək. Bu mənfini ataq bunun qarşısına. Yox, elə qalsın. Mənfi kökdə 15 toplansın 2 kökdə 3. Və yaxud da əslində belə də saxlayıb da vurmaq olar. Mənfi qalsın burada. Kökdə 15 çıxılsın 2 kökdə 3 olsun. Mənfini saxlayaq, kökdə 15 çıxılsın 2 kökdə 3'ün kvadratı formasında yazaq. Mənfi qalsın, olacaq 15 toplansın 2 2 4 4 üçün 12 çıxılsın. Deməli 4 kökdə 45. Deməli bərabərdir mənfi 27 çıxılsın. Kökdə 45'i yazıram 9 vurulsun 5. 9'dan da 3 çıxır. 3'ü də 4'ə vururam 12 kökdə 5 eləyir. Mənfini də vurub açanda 12 kökdə 5 çıxılsın 27 ifadəsini alıram C variantı. Sual oluna bilər ki, müəllim bunun açılışını necə açdınız? Onu da sizə açıq formada burada yazıram. Kökdə 15 çıxılsın 2 kökdə 3'ün kvadratının açılışı. Deməli kökdə 15'in kvadratı çıxılsın, toplansın 2 kökdə 3'ün kvadratı çıxılsın 2 vurulsun 2 kökdə 3 vurulsun kökdə 15 bərabərdir. Kökdə 15'in kvadratı elə mənə 15'i verir. 2 kökdə 3'ün kvadratı 2 2 4 4 üçün 12'ni verir. 2'ni 2'yə vururam 4, 3'ü 15'ə vururam kökdə 45. Və bu formada sadələşdirib açırıq. 14-cü sualda oxşar sualdır. Deməli 2 kök altında 15 çıxılsın 3 kök altında 6 kəsir hissəsi. Gəlin birinci sadələşdirək bunu. 2 2'nin 4, 4'ü 15'ə vuranda kökdə 60. Kök altında 3 üçün 9, 9 6'nın 54. Kökdə 60'dan təqribən çıxır. Deməli 7 tam neçəsə. Çünki 60'dan əvvəl kökdən çıxan ədəd 49'dur. Sonrası 64'dür. Yəni 7 ilə 8'in arasında yerləşir. 54'dən də həmçinin 7 tam neçəsə çıxır. Bunun tam hissəsi 0 tam neçəsədir. Tam hissə 0'dsa deməli kəsr hissə ilə ədədin özüdür. 2 kökdə 15 çıxılsın 3 kökdə 6'dır. Əksi olan ədədi isə mənfisidir. Mənfi 2 kökdə 15 çıxılsın 3 kökdə 6. Bunların da hasilini tapıram. Vururam 2 kökdə 15 çıxılsın 3 kökdə 6'ya. Yenə mənfini saxlayıram qarşıda 2 kökdə 15 çıxılsın 3 kökdə 6'nın kvadratını yazacağım. Olacaq mənfi 2 kökdə 15'in kvadratı 2 2'nin 4, 4'ü 15'ə vuranda 60 toplansın. 3 kökdə 6'nın kvadratı 3 üçün 9, 9 6'nın 54 çıxılsın. 2 üçün 6, 6 2'nin 12 kök altında 15'i də 6'ya vururam.
90 bərabərdir. Mənfi 60-ın üstünə 54 gəndə 114. Çıxılsın. 90'ı yazaram. 9 vurulsun. 10. 9'dan 3 çıxır. 3'ü də 12'ye vuranda 36 kökdə 10 eləyir. Mənfiyə də vurub atsam 36 kökdə 10 çıxılsın. 114 cavabını almış. Yəni C variantı. 15-ci sual. 15-ci sual. M ədədinin tərtibi 18'e bərabər olarsa M vurulsun 10 üstü mənfi 5 ədədinin tərtibini tapın. Tutalım ki, bir M ədədinin tərtibi M bərabər bir A vurulsun 10 üstü 18'dir. Tərtibim 18'dir. İndi gətirin M'i burada yerinə yazın. A vurulsun 10 üstü 18 vurulsun 10 üstü mənfi 5 eləyir. A vurulsun 10 üstü 13. Çünki 18'den 5'e çıxıram. Mən nə deyil tərtib istəyir. Tərtibim də olacaq 13. 16-cı sual. Ədədlərinin hasilinin tərtibini tapın. Deməli, AB ədədlərinin hasilinin tərtibini tapmalıyıq. 3/2 vurulsun 10 üstü 9 vurulsun 5 vurulsun 10 üstü mənfi 7. 3/2'ni 5'e vuranda 5 2'nin 11 yatda 5'in 15 16 vurulsun 10 üstü 9'dan 7'ni çıxıram 2 bərabərdir. Mən bilirəm ki, qiymətli hissə, yəni bu 16 1 ilə onun arasında yerləşməlidir. Ona görə də vergülü bir vahid sola çəkirəm. Yəni 1/6 vurulsun 10 vurulsun 10 üstü 2. Bu da 1/6 vurulsun 10 üstü 3 deməkdir. Məndən nə istəyir? Tərtibim istəyir. Tərtibim də neçədir? 3. 17-ci sual. Verilmiş ədədlər üçün uyğunluğu müəyyən edin. Deməli, kəsr hissəni tapacağıq, tam hissəni tapacağıq. Bir tapaq. Kökdə 3 çıxılsın 2. Kökdə 3'ün təqribi 1 tam neçəsə çıxır. Deməli, 1 tam neçəsi olan bir ədəddən 2'ni çıxanda təqribən 0 tam neçəsi alınır. Cavabımız 0 tam neçəsi alınır. Deməli, tam hissəmiz 0'dır. Tam hissə 0'dır. Deməli, 1'ə A gedəcək. 1'ə gedir A. Tam hissə 0'dır. Tam hissə 0'dırsa kəsr hissəni tapanda kökdə 3 çıxılsın 2 ədədindən tam hissəni çıxanda ədədin özü alınır. Kökdə 3 çıxılsın 2 baxıram ki, yoxdur. Deməli, bir dənə A getdi. İkinciyə baxırıq. Kökdə 5 çıxılsın 2. Kökdə 5'dən təqribən 2 tam neçəsə çıxır. 2 tam neçəsi olan bir ədəddən 2'ni çıxanda 0 tam neçəsi alınır. Yenə tam hissəsi 0. Tam hissəsi 0'dır. Ay. Burada mənfi 1'dir. Ay, uşaqlar, üzr istəyirəm. 1'dən 2'ni çıxanda təqribən mənfi 0 tam neçəsi alınır. Onun da tam hissəsi mənfi 1'dir. Mənfi 1, yəni B variantı gedəcək. Tam hissəsi mənfi 1'dir. Və kökdə 3 çıxılsın 2 çıxılsın mənfi 1'i də yazsam, kökdə 3 çıxılsın 2 toplansın 1 bərabərdir. Kökdə 3 çıxılsın 1, o da heç birisinə getmir. Burada tam hissəmiz 0'dır. Tam hissəmiz 0'dır. Tam hissə 0'dırsa, deməli kəsr hissə kökdə 5 çıxılsın 2'dir. Kəsr hissə verilmiş ədədin özünə bərabərdir. C variantı gedəcək. Üçüncüsü. 4 çıxılsın kökdə 5. Deməli, kökdə 5'dən təqribən 2 tam neçəsə çıxır. 2 tam neçəsə. Və 4'dən o 2 tam neçəsənə çıxanda təqribən 1 tam neçəsi alınır. Tam hissəmiz ona görə də olur 1. Tam hissə 1'dirsə, kəsr hissəni tapanda 4'dən 4 çıxılsın kökdə 5'dən çıxıram 1. O da olur 3 çıxılsın kökdə 5. Yəni D variantı. 18-ci sual. Yenə eyni sualdır. Birincisi. Kökdə 7 çıxılsın 3. Kökdə 7'dən təqribən 2 tam neçəsi çıxır. Deməli, 2 tam neçəsi olan bir ədəddən 3'ü çıxanda təqribən alınır. Mənfi 0 tam neçəsə. Deməli, tam hissəm mənfi 1'dir. Tam hissə mənfi 1'dir, yoxdur. Kəsr hissəni tapaq. Kökdə 7 çıxılsın 3 çıxılsın mənfi 1 bərabərdir. Kökdə 7 çıxılsın 3 toplansın 1, o da bərabərdir. Kökdə 7 çıxılsın 2. Kəsr hissəmiz kökdə 7 çıxılsın 2, 1'ə D gedəcək. İkincisi. 3 çıxılsın kökdə 10. Kökdə 10'dan təqribi 3 tam neçəsə çıxır. 3 tam neçəsə 3'dən 3 tam neçəsənə çıxanda mənfi 0 tam neçəsi alınır. Bunun tam hissəsi də mənfi 1'dir. Yəni tam hissəmiz mənfi 1'dir.
Deməli 3 çıxılsın kökdə 10, çıxılsın -1 yazsam, 3 çıxılsın kökdə 10, toplansın 1, kəsr hissəni tapsam, 4 çıxılsın kökdə 10. Baxın, kəsr hissə E variantı. Üçüncüsü, kökdə 10, çıxılsın 3. Kökdə 10-dan təqribi 3 tam neçəsə çıxır? 3 tam neçəsi olan bir ədəddən 3'ü çıxanda 0 tam neçəsi alınır? Deməli, tam hissəm 0-dır. Tam hissəm 0-dırsa A gedəcək. Bir də kəsr hissə vermiş ədədin özünə bərabərdir. B gedəcək. Belə. 18 dənə sualın hər birinin izahını verməyə çalışdım. Gəlmişsinizsə, hər birinizə təşəkkür edirəm. Yenə də xahiş edirəm. Kanalıma abunə olmağı, dostlarınızla, ətrafınızla paylaşmağı unutmayın, yorum yazmağı unutmayın. Əgər bir faydam toxundusa, hər bir sualın izahında nə isə öyrədə bildimsə, nə xoş mənə. Çox sağ olun bura qədər gəldiyinizə görə təşəkkür edirəm. Gələn videolarda görüşənədək.